Son günlər Azərbaycanda dəfn mərasimlərində dəyişikliklər müşahidə edilir. Məsələn, gənc insan vəfat etdikdə mərasimdə saz və başqa musiqi alətlərindən istifadə edilir. Bəzən isə yas sanki toy kimi keçirilir. Bu adət cəmiyyətdə birmənalı qarşılanmır və ictimai müzakirələrə səbəb olur. Belə yas mərasimləri ləğv edilməlidirmi? Ümumiyyətlə bu addım nə dərəcədə doğrudur? İslam dinində bu cür adətlər necə qarşılanır? Qlobal Pasa danışan ilahiyyatçı Tural İrfan bildirib ki, dini qaydalarda yasda ya da dəfn vaxtı musiqi ifa etmək yoxdur. Dinin tələbinə görə dəfn tədbiri yas mərasimi ilə təşkil olunmalıdır ki, öz mahiyyətini itirməsin, başqaları üçün də ibrət olsun. Ölümün, axirətin xatırlanması əsasən yas məclislərində olur. Ona görə də yasda musiqi səsləndirmək məqbul deyil. Düzdür, böyük günah və haram da sayılmır. Ancaq bəyənilməyən işdir. Çünki Həzrət Məhəmməd Peyğəmbərin ənənəsində belə bir nümunə yoxdur və tövsiyə də etməyib. Bəzən toy olmamış cavan adam vəfat edəndə ailəsi yanğıdan musiqiçi dərət edir. Cənazəni musiqi ilə aparırlar. Bu adət Sovet dövründə ermənilərdən bizə keçir. Uşaq olanda Ermənistanda bunun dəfələrlə şahid olmuşam. Təbii ki, xristianlarda bu dinlərinə görə məqbuldur. Kədərli, həzin musiqi səslənir. Onsuz da ki, sədə-dolar zamanında bunu müşahidə edirik. Burada bir qəbahət yoxdur və öz fəlsəfəsi var. Əlbəttə, onlar şaqraq, oynaq mahnılar ifa etmirlər. Düşünürən, təsirləndirən həzin musiqilərə yer verilir. Ancaq İslamda bu musiqi Quranı avazla oxumaqla əvəz edilib. Çünki Həzrət Məhəmməd insan səsinə daha çox önəm verirdi. Məhz ona görə də məsciddə namaza dəvət xristianların kilsə zəngindən və yəhudilərin şeypur çalmasından fərqli olaraq insan səsi ilə əzan oxunmasını məqbul sayıb. İlahiyyatçının fikrincə istər cavan, istər qoca müsəlman üçün dəfn zamanı musiqiyə ehtiyac yoxdur. Tural İrfan qeyd edib ki, bəzi bölgələrimizdə mərsiyə oxuyub, sinə vururlar.